Hamınıza salam, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Videoya keçək. Əvvəlcə bugün sizlərə ördəklərə baxmaq videosu gələcək. Ördəklərə baxılmağın 10 qızıl qaydası və bir neçə qızıl qaydası. Burada isə Avstratok cücələrimizi buraxmışıq otlamağa. İçəridə də keçək bir dənə. Burada bir toyuğumuz kürtdür. Görə bilirsiniz? Yox. Görün, baxın. Bir toyuğumuz kürtdür. Orada altında Avstratok yumurtası var yenə. Yəni adi toyuğun da altına istənilən toyuq sortunun yumurtası qoyula bilər. Məsələn biz Sesarda qoya biləcəyik. Sesarlarımız var. Burada bayaq yem vermişik bunlara. İndi isə ördəklərə verəcəyik. Obşi. Bunlara yem veririk. Cücələrə buğda qarışım, buğda qarışımı. Sonra veririk bundan buğdanın yarmasını. Yəni eyni şeydir tamamilə. Prosta bu biraz qarışıqdır. Bu da burada yekələnmiş kənd 1, yox, kənd 2 yemi. Bunlardan isə ördəklərə veririk. Bunları üçünü də qatıb həm də cücələrə veririk. İndi isə bundan götürək. Burada isə bu qaronumuzdur. Az qalıb alacaq. Burada qaron da hələ özünə gəlməyib, qoy gəlsin. Götürək bundan. Bir dənə belə qab götürək. Götürək, gedək, yem veririk. İndi toyuğun altına mən inkubator da düzəltirəm. Hazırdır iskeleti. Prosta düzəltmək var da. İskeletin hazır eləmişəm. İnkubatorun qabın. Bir dənə orada iş var. O da ki, için zadını düzəltməkdir. Qırağını düzəltmişəm. Bunlara bir dənə qabım boşaldı. Çıxardaq bayda bunları. Baxın. Bunları aparıb qıraqda verək yemək. Qabda verməyək, hələlik yerə tökək. Çünki ördəkdir, qazdır, ördək, qaz. Belə şeylərə hinduşkanla heç zəifdir, hinduşkanla cücə. Üç dənədir, o birisilə. Yemək qədər. Burada quyudur, artıq bu quyu böyüyüb, balacalaşıb. Getdikcə islanır. Baxın, yem yemək. Bu ördəklər çox yeyəndir, iştahlı ördəklərdir. İndi isə ördəklərə baxılmağın qızıl qaydasını sizə deyəcəm. Birinci qızıl qayda odur ki, ördəklərə təmiz yer olmalıdır. Təmiz yer olmasa, ördəklərin ölmə ehtimalı var. Yəni təmiz olmalıdır. Yer məsələn, setkada saxlayırsınız, yer islanır. O yer islananda orada bakteriyalar yaranır. Ördəklərə bir baxır. Onu dəyişmək lazımdır. İkincisi odur ki, təmiz su həmişə olmalıdır. Çünki yaş olan yerdə, nəmli olan yerdə, həmçinin yaş olan yerdə bakteriya daha çox olur. Ona görə təmiz su olmalıdır ki, çirkli suya bakteriya gələ bilər. Həmçinin bəzi qurdular, qurbağa, çönçə quyruq belə şeylər gələ bilər. Onu yesə zəhərlənib ölə bilər. Üçüncüsü odur ki, daha 5 gün, 5-6 gün isti şəraitdə olmalıdır ki, canı, bədəni qüvvələnsin, möhkəmlənsin. Sonra onu birdən-birə buraxmayasınız. Yəni yavaş-yavaş. 6-cı qızıl qayda odur ki, birdən-birə soyuğa buraxmaq olmaz. 5 gün istidə saxlayırıqsa, 10 gün, 5 gün istidə saxlayırıq. Sonra 6, 7, 8, 9, 10-cu günlərdə artıq
daha biraz istidə, gün işığında olacaq, istiliyində. Sonra keçəcəyik normal hava şəraitinə. Sonra isə daha soyuğa dözə bilər. Bunun soyuğa keçməsi də 2 aya bəs eləyir. 1 ay yarım, 2 ay olan kimi soyuqda saxlamaq olar. Yəni soyuqda saxlamaq olar deyəndə ki, dekabr, yanvar ayında saxlayaq. 2 ay keçsin, fevralda ataq yanvarda, dekabrda, yanvarda ataq soyuğa qalsın. 2 ay, 3 ay tamam oldu, xeyr. Artıq soyuq olur. Bunun vaxtı var da, mart, aprel, may ayında. Biz bunları almışıq. Uzaqbaşı iyun olur. Mart, aprel, may, iyun. İyunun 20-sinəcən almalıyıq. Biz bunu iyunun elə 20-si almışıq. Biraz gecdə onu görüb alacaq. İyunun 20-si deyil, zürü sayın. Mayın 20-si almışıq. Artıq bunlar nə boydadırlar. Arxadakı sarı isə Pekindir. Ən qabaqdakı kuman, ortadakı yerli ördəkdir. Bu ördəklərdə elə mən dediyim 6 qızıl qaydanın 6-sına da əməl edilib. Ona görə baxın, 2 aya bir ördək var, artıq 6 aydır bir erkək, bir dişi. Onlar yumurtalasa da hələ balaca qalıb, bala görsənir bunlardan. Amma bunlar 2 aylıqdır, onlardan daha böyükdür. Çünki təmiz şəraitdə böyüyüb. Bunlara baxın, mən nə qədər təmiz suya aparsam da, baxın, burada təmiz su çiklitdə, o tərəfdə təmiz sudur. Burada mundarlanır sular. Yenə gəlib, burada çimirlər. Mütləq odur ki, məsələn, mütləq olmalıdır ki, məsələn, ördəklərinizi çikli yerdən gəlir. Sonra onun qabağına təmiz su qoyulmalıdır. Mütləq ki, 7-ci qızıl qayda. Təmiz su çikli bədənindəki olan bakteriyalar çikli suda çimir, o bakteriya olur. Onu təmizləsin təmiz suda. Baxırıq ki, məsələn, çikli sudan gələndən sonra ağ suya salanda görürük ki, çiklənir ağ su. Çünki bakteriyalar hamısı tökülür onun içinə. 8-ci qızıl qayda odur ki, su tez-tez dəyişilməlidir. Gündə ən azı 5 dəfə. Baxın, bu vanna gündə 8 dəfə dəyişilir. Səhər saat 9-dan başlayaraq. Səkkizinci qızıl qayda odur ki, su həmişə, əgər təmiz su qoyanmırsınızsa, çikili də olar. Əsas odur, su olsun ki, özündə onun parazitlər olur. O parazitləri suda təmizləyə bilsin. Parazitləri suda təmizləyəndə özü təmiz olur, həm sağlam olur. Ona görə bu ördəklərimiz çox sağlam böyüdülər, hədsiz. Yumurtalamasalar da belə çox böyüdülər də. O sarı ördəyimiz o qədər böyükdür ki, axsayır. Bu ördəklər həm də daha çox suya meyillidirlər, təbiətə meyillidirlər. Çünki bunlar gələn gündən bağlı yerdə qalsalar da təmiz suyu, həm də suları, çəmənliyi çox sevirlər. Baxın, otluqlarda daha çox gəzirlər, güllər, toxumlar yeyirlər. Ördək qaz, hinduşka, ördək qaz belədir ki, bunlar özləri gedib tapa bilir toxumlar, yemlər. Məsələn, baxın, bunların üstündə toxumlar görürsünüz. Baxın, bu toxumlar. Bunları yeyir. Bu hələ gül açıb, gül açıb. Bunları yeyir. Baxın, atıram, baxın, gəlib yeyir. Bunları yeyəndə də dən əvəzində dəndir bu da. Doyur, buğda yemir. Amma bunu yeməyəndə, amma cücə, hinduşka belə şeylər tapmır. Bu cücələrimizi keçəndə, bu cücələrə də yemək verilmişik, artıq doyublar. Qarın da verəcəyik, axşam yatanda da bir veririk. Biz gündə 4 dəfə veririk. Bir ayda, məsələn, 10 gün yemə tuturuq bunları. Gündə 4 dəfə, 5 dəfə veririk. Hər acıyanda veririk. Bir 10 gün ha, çox yox ki, kökəlmə getməsin. Sonra isə keçirik gündə 3 dəfə verməyə. Çünki
Biz əgər bir ay mütləq versək bunlara yem, bunlar gec yumurtalayacaq. Yəni gündə 5 dəfə versək. Ona görə 10 gün verir. 10 gün məncə elə çoxdur. Məncə 7 gün bir həftə olmalıdır ki, çox kökəlməsin. Bu toyuq baxın, qırt çıxdı bayra, hələ bastırmamışım. Baxın bu yumurta. Onu çıxardırıq bayra. Yenə gəlir. Hələlik çıxardırıq ki, o yumurtanı xarab etməsin. Arada çıxmalıdır ki, su, yemək yesin. İndi salaq içəri. Suyun yedi məncə, çünki videonu kəsirlədim. Su həm də cücələrdə də həmişə təmiz olmalıdır. Ki, ördək deyil, cücədir, əşi, nəm ördəkdir, qazdır, əşi, neynir, təmiz suyu, ördək lildə çimir, çikilidə çimir, xeyr. Belə olanda daha da tez ölür, az ömürlü olur, gec yumurta verir və ördəyiniz sağlam böyümür. Bu quyumuzdur, biz əvvəlki quyumuzda. Buradan da kanalizasiya çəkmişdik, o idi. Baxın, burada yemi, bunlar çox tapdalı. Baxın, bu yemi yemir, biz bunları əlbəttə ki, atmayacaq. Geri dönüş eləyib. Böyük ördəklərə verəcəyik. Ördəklərə də bir də ki, istilik birinci olmalıdır ki, sonra soyuğa dözümlülüyü olmur, tez ölür. İlk günlər təmiz su, ilk gün şirin çay verilməlidir. Şirin çay verilməlidir. Bir də yumurta verilməlidir, mayalansın ördəklər. Sonra keçə bilərik yemə. Starter yeminə keçə bilərik. Burada çimirlər. Bu cücələr Avstralopda yenə küt yatışdıracağıq toyuğu. Ki, yenə çoxalsın da. Baxın, budur. Bir videonun da sonuna gəldik. Sağ olun, salamat qalın.